Başladık. Baxın, sifətlərin söz sırası son illər sertifikasiya imtahanında da müəllimlərin rastlaşdığı sual tiplərindən biridir bu. Sifətlərin söz sırasına dair suallar düşür. Əvvəla onu deyim ki, dərin qrammatika kitablarında bəzən sifətlərin söz sırası mövzusuna dair bölmələrdə sırf Amerikalı və Britaniyalı yazarlar tərəfindən nümunələr verilir, bəzi nümunələr, hansı ki, orada biz bir ismin qarşısında 5-dən 6-dan çox sifəti birlikdə görə bilirik. Bu nümunələr qeyd edeyim ki, sırf native speaker tərəfindən, hər hansı bir müəllif tərəfindən qeyd edilən və kifayət qədər çətinliklə tapılan nümunələrdir. Yəni hətta öz dilimizdə də yanaşsaq, bir ismin qarşısına nitqi ağırlaşdırmadan, dilin qayda qanunlarını çox da belə çətinə salmadan 2-3 sifət verərik də maksimum, düzdürmü? Amma bəzən yenə deyirəm, dərin qrammatika kitablarında hər hansı bir ismin qarşısında müəllif tərəfindən verilən nümunədə 5, 6, 7 sifəti görə bilirik. Bunlar sırf nümunə xatirinə verilmiş cümlələrdir. Bunu yadda saxlayın. Yəni ingilis dili elə tam olaraq elə deyil də, siz hara getdiniz o cür nümunələr görəsiniz. Testləşdirmədə də hətta istifadə edilən o cümlələr, sırf sifətlərin söz sırasına dair o cümlələr əksərən elə müəlliflərin kitablarından kopya edilmiş, yəni bir növ kopyalanmış materiallardır. Bir növ. Bunu yadda saxlayın. Dəyərli müəllimlər, biz bilirik ki, sifət elə bir nitq hissəsidir ki, ismin qabağında gəlməklə, yəni ismin qarşısında işlənməklə onu fərqli cəhətlərdən təyin edə bilirlər. Bu əsasda da sifətlərin fərqli növləri, tipləri mövcuddur. Sifətlərin söz sırasına dair dərin qrammatika kitablarında izah verən sırf native speakerlər özləri qeyd edirlər ki, sifətlərin söz sırasına dair bizim verdiyimiz bu qanunlar, qaydalar 100% keçərliliyə sahib deyildir. Bu qaydalar müəyyən mənada istisnalarla zaman-zaman pozula bilər. Və bu mövzunun kifayət qədər qəliz mövzu olduğunu əksər müəlliflər, yəni bu dilin öz daşıyıcıları belə qəbul edirlər. Amma biz hər halda o müəlliflər tərəfindən müəyyən edilmiş, kitablarında öz əksini tapan müəyyən qaydalarla bu gün tanış olacağıq. İlk növbədə burada bu gördüyünüz cədvəli yadınızda saxlamanızı istəyirəm. Baxın, fərqli müəlliflər ölçü, yaş, forma, rəng, mənşə və material ifadə edən sifətləri bir qrup müəlliflər fakt bildirən sifətlər kimi qeyd edir. Bir qrup müəlliflər isə təsviri sifətlər kimi qəbul edir. Dəyərli müəllimlər, bu ölçü, yaş, forma, rəng, mənşə bildirən sifətlərin fakt bildirməsi anlayışı o deməkdir ki, yəni bir varlığın rəngi qırmızıdırsa, o bir faktdır. Onu dəyişə bilmərik. Yəni ağa qırmızı deyə bilmərik, qırmızı da ağ deyə bilmərik. Ya bir şey İtalyan mənşəlidirsə, siz onu deyə bilməzsiniz ki, türk mənşəlidir. Yəni bu dəyişməz bir faktdır. Bir qrup müəlliflər isə bu qrupda olan, yəni size, age, shape, color, origin, material. Baxın, bunlara bir qrup müəllif isə təsviri sifətlər kimi yanaşır. Təsviri sifət ilə bəllidir də, yəni bir əşyaya baxırıq, onun ölçüsü, yaşı, forması, rəngi, mənşəyi və materialı barədə müəyyən ona xas əlamətləri, xüsusiyyətləri, keyfiyyətləri sadalaya biliriksə, bu onun təsviridir. Çətin bir şey yoxdur ki, burada. Yəni elə fakt bildirən sifət bərabərdir təsvir bildirən sifətlərə. Bu qrupa da aiddir ölçü, yaş, forma, rəng, mənşə və material bildirən sifətlər. Yəni ilk növbədə bunu bilək. Qayda 1. Müəlliflərdən biri sifətlərin bu ismi ifadə, yəni ismi söz birləşməsi daxilində sifətlərin söz sırasına dair belə bir qayda verib. Müəllif deyir ki, əksər hallarda sifətlər, necə ki biz bu mövzuda hansı sifətlərin bir ismin qarşısında hansı mövqedə işlənməsindən danışırıq sifətlərin söz sırası mövzusunda. Bəzi müəlliflər bu sifətləri, ümumiyyətlə sifətləri iki qrupa bölür axı, dərəcələnənlər, dərəcələnməyənlər. Yəni belə bir kateqoriya var axı ingilis dilində. Sifətlər iki qrupdur, dərəcələnənlər və dərəcələnməyənlər. Təbii ki, ikili xüsusiyyət daşıyanlar da var müəyyən mənada. Amma əsas böyük iki qrupumuz var. Dərəcələnənlər, dərəcələnməyənlər. Dəyərli müəllimlər, əksər hallarda söz birləşməsi daxilində dərəcələnən sifətlər dərəcələnməyənlərdən əvvəl gəlir. Və burada dərəcələnən sifətlərə baxın.
hansı sifətlər əksər hallarda aiddir? Fikir bildirən sifətlər, ölçü bildirən sifətlər, keyfiyyət ifadə edən sözlər, yəni sifətlər, forma və yaş ifadə edən sifətlər. Bunlar dərəcələnən sifətlərdir. Yəni hər hansı fikir bildirən, ölçü bildirən, keyfiyyət bildirən, forma bildirən və yaş bildirən sifətin dərəcəsini artıra və azalda bilirsiniz. Məsələn, adi old, old sözü yaş bildirirmi? Old. Qoca, köhnə, yaşlı, qədim deməkdir. Dərəcələndirə bilirikmi? Bəli. Müqayisə və üstünlük dərəcədə iki fərqli forma yaradan bir sifətdir. Ondan işimiz yox. Nəticə olaraq, yəni yaş bildirən sifət olsun, forma bildirən olsun, keyfiyyət bildirən əksər sözlər olsun, ölçü bildirən sözlər olsun. Bunlar əksər hallarda sifətin dərəcə kateqoriyasına uyğun olaraq müqayisə və üstünlük formalaşdıra bilirlər. Və söz sırasında da onlar dərəcələnməyənlərin qarşısında işlənirlər. Dərəcələnməyənlərə isə hansılara aiddir, dəyərli müəllimlər? Məqsəd bildirən sifətlər, növ bildirən sifətlər, material bildirən sifətlər, mənşə bildirən sifətlər. Bir də feilin bilirsiniz ki, üçüncü forması, baxın, feilin üçüncü forması. Keçən dəfə də dedim bunu. İngilis dilində hərəkət bildirən bir feil desəz, onun bilirik ki, onun ingilis dilində feilin qrammatik strukturuna müvafiq olaraq neçə forması var? Və adi bir to break feilini götürürəm. To break. To break. 2'de olur nə? Broke. 3'de olur broken. 4'de olur breaking. Biz bilirik ki, feilin 3 və 4-cü formaları participle one gedir. Yəni feili sifət gedir. Feil kimi hərəkət, sifət kimi isə əlamət xüsusiyyətinə sahib olmaqla özündən sonra bir varlığı əlamətləndirə bilir. Yəni öz tərkibində, məzmununda həm hərəkət, həm də əlamət daşıyan sözlərdir. Feilin 3 və 4-cü formaları. Məhz ona görə buna participle 1, participle 2, 4-cü forma isə participle 1 deyirik. Və dəyərli müəllimlər, participle 2, yəni past participle, keçmiş zaman feili sifət kateqoriyasında olan feili sifətlərimiz də məhz dərəcələnməyən sifətlərdəndir. Məsələn, nümunə kimi break feilinin 3-cü formasını yazıram. Yazıram broken. Broken sınmış deməkdir. Azərbaycan dilində sınmış kimi tərcümə edilir. Mən sınmış sözünü necə dərəcələndirə bilərəm ki? Necə deyim ki, daha da sınmış, ən sınmış? Çox həm məntiqcə uyğun deyil, həm də bu dilin qrammatik strukturlarına uyğun deyil. Nəticə olaraq dəyərli müəllimlər, dərəcələnməyən sifətlərə participle to adjectivlər, baxın, feilin 3-cü formasına participle to adjectivlər deyilir. Çünki yenə də deyirəm, feilin 3 və 4-cü forması feil kimi hərəkət, sifət kimi əlamət xüsusiyyətini özündə daşıyır. Digər kateqoriyalara isə mənşə bildirən, material bildirən, növ və məqsəd bildirən sözlər aiddir ki, onlar da söz sırasında bu sadalananlardan fikir, ölçü, keyfiyyət, forma və yaş bildirən sifətlərdən sonra işlənirlər. Bu ümumi bir qaydadır. Yəni, bir var, gedib birbaşa siz forma əzbərləyəsiz. Tutaq ki, size, age, shape, color, origin, material. Dənəm osascom. Bunun əvvəlinə opinion də əlavə edirsiniz. Osascom. Bunu əzbərləmək biraz şagird psixologiyasına bənzər, əzbərləməyə dayanan bir prosesdir. Bunun mahiyyətini başa düşsəz, baxın, burada iki yanaşma var. Dərəcələnənlər, bu bir ipucudur da siz üçün. Dərəcələnən sifət dərəcələnməyənin əvvəlində olur. Və bu dərəcələnməyənlər arasında, dəyərli müəllimlər, bu son 3 dənəni görürsünüzmü? Məsələn, material, növ və məqsəd bildirən sifətlər. Bunlar əksər hallarda isimlər və məstərlər olur. Bu ikisi ümumiyyətlə isimlər olur. Siz bilirsiniz axı, bir isim başqa bir ismin qabağında işlənən zaman sifətləşir. Yəni, sifətlərin bu söz sırasında, hal-hazırda deyir ya, məsələn, material bildirən sifət, növ bildirən sifət. Bunlar əksər hallarda isim olur. Hətta purpose, yəni məqsəd bildirən sifət kimi adlanan sözlər də, yəni leksik bir vahid kimi ayrılıqda isimdirlər. Nümunələrdə indi biz bunlara baxacağıq. İndi ümumi bir yanaşma. Baxın. Qayda 2. Qayda 1-i yekunlaşdırdıqmı? Kifayət qədərdə dolu bir qaydadır. Önəmli bir qaydadır. Qayda 2. Fakt bildirən sifət. Fakt bildirənlər hansıları idi? Fakt bildirən və ya təsvir bildirən sifətlər. Size, shape, age, shape, color, origin, material. Baxın, bu gördüyünüz 1, 2, 3, 4, 5, 6. Bu altılıq fikir bildirən sifətlərdən öncə işlənir. Yəni, fikir bildirən opinion deməkdir. İndi fikir bildirən sifət nə deməkdir? Şifahi olaraq, gəlin, ünsiyyətdə işte, onsuz mən bir izah verirəm, bunu izah edeyim. Fikir bildirən sifət bilirsiniz nə deməkdir, dəyərli müəllimlər?
Tətilə getmisiniz, gözəl bir mənzərə var. Bir mənzərəyə ya da meşədəsiz bir ev görürsüz. O evə birinin münasibəti budur ki, deyir nə möhtəşəm bir evdir. Biri deyir, nə köhnə bir evdir. Biri deyir, nə antik bir evdir. Biri deyir, nə maraqlı bir evdir. Yəni şəxslərin əşyaya münasibətini əks elətdirir fikir bildirən sifətlər. Tamamilə subyektivdir. Onsuz da sifətin özünə baxan kimi bilirsən ki, bu fikir bildirən sifətdir. Yəni varlıq haqqında müəyyən bir fakt xüsusiyyəti daşımır. Tutaq ki, belə deyək də, şar qırmızıdırsa bu faktdır, fiziki bir faktdır. Amma evin Əhmədə görə möhtəşəm, mənə görə köhnə, tutaq ki, Fuada görə sınıq salxaq, nə bilim, o birisinə görə əzəmətli bir ev olması tamamilə bizim şəxsi fikirlərimizdir və şəxsdən şəxsə dəyişir. Nəticə olaraq dəyərli müəllimlər, bu altılıq var, hansı ki, həm fakt, həm də təsvir bildirən sifətləri adlandırırıq bunları. Bu sifətlər fikir bildirən sifətin önündə işlənir. Aydınmı? Yəni, birinci fikir bildirən sifət gəlir, ən birinci şəxs öz fikrini deyir. Daha sonra isə, aydınmı? Birinci fikir bildirən sifət gəlir, daha sonra isə nə gəlir? Digər bu sadaladıqlarımız, yəni əşyanın ölçüsüdür, yaşıdır, formasıdır, rəngidir, mənşəyidir, materialıdır və s. kimi xüsusiyyətlərini sadalayırsınız. Belə. Üçüncü qayda. Təsviri sifətlər, yəni söhbət bu altılıqdan gedir. Size, age, shape, color, origin, material. İki adı var. Yəni, baxın, həm fakt bildirənlərlə təsviri sifətlər eyni şeydir. Burada da qayda nə deyir? Deyir ki, təsvir bildirən sifətlər və ya digər adında üzərində yazaram fakt. Fakt bildirən yuxarıdakı altılıq sifətlər sinif, təsnif və növ bildirən sifətin əvvəlində işlənir. Bu nə deməkdir? Dəyərli müəllimlər, əgər belə bir ismi ifadə görürsünüzsə qarşınızda, bu ismi ifadələrin hamısında, yəni bu ismi ifadə, bütün bu 4 ifadəyə, söz birləşməsinə nə üçün ismi ifadə deyirəm bilirsinizmi? Çünki hər birində bir isim vardır. Head noun, yəni baş isim vardır. Sifət elə bir nitq hissəsidir ki, öz başına işlənə bilməz. İnsan bir varlığı görmədən gözəl sifətini işlətməsi məntiqsizdir. Yəni sifət öz kasasına hansı sözləri doldurur? Sifət bir nitq hissəsi olaraq, bir konteyner olaraq öz, belə deyək də, kisəsinə hansı sözləri doldurur? Əlamət, keyfiyyət və xüsusiyyət bildirən sözlər. Əlamət, keyfiyyət, xüsusiyyət isə varlığa xasdır, yəni isimə xasdır. Yəni isim olmasa nə hərəkət olar, yəni nə feil olar, nə sifət olar, nə onun sayı olar, nə də onun ifadə elədiyi hərəkətin nə bir tərzi olar. Yəni əslində hər şeyin kökündə materiyanın özü dayanır. Bəli, ideya, istər abstrakt olsun, istər konkret olsun, hər şeyin kökündə varlıq özü dayanır. Necə ki, ətrafda hər şey materiyadan ibarətdir. Yəni gözlə gördüyümüz, toxunduğumuz hər şey materiyadır. Bu sonsuz kosmos. Aydınmı? Bunlara ismi ifadə deməmin səbəbi də odur ki, baxın, burada head nounlar var. Head noun baş isim deməkdir və ismi ifadədə söhbət həmişə ondan gedir. Baxın, political sözü ideyanı təsnif edir, onu müəyyən sinifə aid edir. Qaydamız nə idi? Üçüncü qaydamız. Deyir ki, təsvir bildirən sifətlər, qırmızı ilə işarələmişəm. Yəni, baxın, təsvir bildirənlərə altılıq aid idi, düzdürmü? Baxın, age, color, material. Görürsünüzmü? Dördünə aid nümunə var burada. Demək, təsvir və ya digər adı ilə desək, fakt bildirən sifət, sinif, təsnif bildirən sifətin əvvəlində işlənir. İndi nədir bu sinif, təsnif? Dəyərli müəllimlər, ilk dərsimiz sizinlə yadınızdadırmı? Classifying adjectivelər adlı bir qrup keçdik. Classifying adjective nə idi? Özündən sonra gələn ismi müəyyən kateqoriyaya, sinifə, tipə, növə aid edir. Birinci ifadəyə baxırıq. An old political idea. Qədim bir siyasi ideya. Bu determinerdir, təyin edicidir. İdeyanın, yəni sayıla bilən tək isim olduğunu və sayının 1 olduğunu ifadə edir. Old sözü onun köhnə, qədim bir ideya olduğunu bildirir. Political onun aid olduğu sinifi bildirir. Yəni ideya müasir bir ideya deyil və ya təhsillə bağlı bir ideya deyil, kənd təsərrüfatı ilə bağlı ideya deyil. Tamamilə political bir ideyadır, yəni siyasi bir ideyadır. Bu cür sifətlər, dəyərli müəllimlər, sinif, təsnif, növ bildirən sifətlər adlanır. Educational, məsələn, normalda political və educational
sonu al sufiksləri ilə düzəlmiş, isimdən düzəlmiş sifətlərdir, düzdürmü? Kökləri isimdir. Məsələn, wine, baxın, isimdir. Nəticə, amma mahiyyət etibarilə nədir? Sinif, təsnif və növ bildirən sifətdir. Dedik axı, isimin qarşısında işlənən zaman sifətləşir. Deyir ki, yaşıl bir şərab butulkası, düzdürmü? Söhbət butulkadan gedir. Yenə artiklı determinerdir. Yəni miqdar bildirən söz artikel qeyri-müəyyən artikeldir. Sayının 1 olduğunu ifadə edir. Green onun rəngini bildirir. Təsvir və fakt bildirən sifətdir. Wine isə isimdir. Amma başqa bir ismin qabağında işləndiyi üçün sifətləşib. Və sifətləşəndən sonra kateqoriya olaraq sinif, təsnif və növ bildirən bir sifət kimi iştirak edib. Baxın, dəri rəqs ayaqqabısı. Dəri rəqs ayaqqabısı. Bunun artikli olmalıydı mı? Bəli. A leather dancing shoe. Dəyərli müəllimlər, yenə baş isim budur. İsimin bu materialını bildirir. Baxın, normalda burada bu gerunddur. Bu isimdir. Baxın, burada sifət yoxdur heç. Amma kateqorizə eləyəndə sifətlərin söz sırasına dair bir test kimi bu qabağınıza çıxa bilər. Və bunlar həqiqətən də isimdir. Baxın, 3 isim ardarda işlənib, düzdürmü? Bunun kökü indi feildir də. Bilirsiniz ki, isimləşmiş bir feildir. İstər buna verbal noun deyin, yəni isimdən yaranmış feil deyin, istər gerund deyin, fərq eləməz. Nəticə olaraq bu sözün kök etibarilə bu söz nə sözdür? Feildir. Amma isimləşib. Və show-un nəyin bildirir? Ayaqqabının nəyin bildirir? Rəqs ayaqqabısı, kateqoriyasını ifadə edir. Məsələn, demirsiniz ki, tutaq ki, yarış ayaqqabısı. Deyir ki, rəqs ayaqqabısı. Və leather də onun materialını bildirir. Qayda aydındırmı? Qaydanı ümumiləşdirək, yekunlaşdıraq. Təsvir və ya digər adı ilə desək, fakt bildirən sifətlər, yuxarıdakı altılıq yadınıza salın. Bunlar təsnif, sinif, növ bildirən sifətlərin əvvəlində işlənir. Amma bir şey yadınızda saxlayın. Determiner ən əvvəldə işlənir. Yaxşı mı? Növbəti qayda, dəyərli müəllimlər. Az öncə fikir bildirən sifətin nə olması barədə kiçik bir söhbətimiz olmuşdu. Opinion adjectivelər, yəni fikir bildirən sifətlər. Fikir bildirən sifətlərə məsələn nümunə kimi lovely, indefinite, poor, absolute, extreme, perfect, wonderful, silly və s. Dəyərli müəllimlər, qayda budur ki, fikir bildirən sifətlər fakt və ya təsvir. Baxın, fakt və ya təsvir bildirən sifətlərin əvvəlində işlənir. Baxın, fakt və təsvir bildirənlər cool, temperatur bildirən sifətdir. Old, age bildirən sifətdir, yaş bildirir. Green, color ifadə edir. Fat, size ifadə edir, ölçü bildirir. Məsələn, deyir, o axmaq, combul, pişik. Biraz qəribə ifadədir təbii ki. Gözəl, yaşıl dağlar. Baxın, bu dağlar barədə danışanın, yəni o dağlara baxaraq bu ifadəni, bu söz birləşməsini quran şəxsə görə dağlar gözəldir. Bu onun fikridir. Aydınmı? Ev barədə mənim fikrim odur ki, ev wonderfuldur. İçki barədə mənim fikrim budur ki, o lovelydir. Mənim fikrimdir bu. Fikir öndə gəlməlidir. Fikir bildirən sifətlər fakt bildirən sifətlərdən əvvəl gəlir. Bu faktdır, içkidir, soyuqdur. Bu onun faktıdır, fiziki faktdır. Evdir, qədimdir. Görünüşünə görə baxırsan ki, 50-60 ilin, 100 ilin evidir. Həqiqətən də qədimdir. Bunu gəlib Vietnamdan biri inkar eləyə bilməz. Ya dağ yaşıldırsa, yaşıldır. Ya da qışdırsa, bütün bitki aləmi çökübsə, görürsünüz ki, dağın təkcə özü qalıb ortalıqda, üstündə heç nə yoxdur. Olacaq, artıq ona biz green mountain deyə bilmərik, düzdürmü? Pişik köktür. Bu ölçü məsələsidir, yəni fiziki təsvirdir. Baxırıq varlığa və müəyyən qənaətə gəlirik. Yəni fiziki təsviri barədə müəyyən qənaətə gəlməkdən söhbət gedir. Fikir bildirən sifətlər fakt bildirənlərin önündə işlənir. Bu da böyük bir qaydadır, kifayət qədər. Dəyərli müəllimlər, hər kitabda tapa bilməyəcəyiniz 5-ci qayda. Baxın, bu qayda yəni əsasən sifət barədə digər əksər təlimçilər bu 4-ə qədərlə yekunlaşdır. Həqiqətən də 4-ə qədər kifayət qədər böyük qaydalar var.
Amma bu 5-ci qaydada, yəni müəyyən mənada sizin üçün çətinlik yarada bilər hardasa. Əgər bir ismi ifadə daxilində şəxsiyyət və emosiya ilə bağlı hər hansı bir sifət varsa, aydındırmı? Baxın, burada qara şriflərlə şəxsiyyət, emosiya bildirən sözləri yazmışam. Şübhəli, səbirli, narahat, mehriban və s. sözlər yazmışam, düzdürmü? Bu sifətlər, dəyərli müəllimlər, təsvir bildirən sifətlərdən. Təsvir bildirən sifətlərin digər adı nə idi? Fakt bildirən sifətlər. Yenə deyirəm, bir varlığı təsvir eləyəndə heç indiyə qədər görmədiyiniz bir oğlanı gətirsinlər, bir varlığı gətirsinlər qarşınıza, onu təsvir eləməyi sizdən istəsələr, siz mütləq ki, onun fiziki xüsusiyyətlərini sayacaqsınız. Uca boydur, enli kürəkdir, nə bilim, kökdür, arıqdır və s. Fiziki xüsusiyyətlərini, qocadır, cavandır, aydın bu xüsusiyyətlərini sayacaqsınız. Yəni, şəxsiyyət və emosiya bildirən sifətlər fiziki təsvir bildirən sifətlərdən sonra işlənirlər. Və bura dark, yəni qaraşın, fair, pale, fair sarışın mənası da var, pale, solğun, bu sifətlər də daxil olmalı. Amma rəng bildirən sifətlərin isə əvvəlində işlənirlər. Baxın, qaydanı bir də qısaca təkrarlayaq. İnsanın şəxsiyyət və emosiyaları ilə bağlı olan sifətlər fiziki təsvir bildirən sifətlərin sonrasında işlənir. Amma rəng bildirən sifətlərin əvvəlində işlənir. Yadda qaldı mı? Videonu atacağım, onu təkrarlayarsınız. Dəyərli müəllimlər, sizə isimin digər bir isim qarşısında sifətləşərək öz isim xüsusiyyətini itirməsi, söz sırasında sifətləşməsindən keçən dərsdə bəhs etmişdik. Bu dərsdə də videonun əvvəlində kifayət qədər bu barədə məlumat verdik. Yadda saxlayın ki, bir isim başqa bir ismin qarşısında sifətləşəndə növ bildirən sifət, material bildirən sifət, eləcə də purpose, yəni məqsəd bildirən sifət kimi işlənə bilir. Bunu da bu nümunələrdən görə bilərsiniz. Baxın, a new car factory. A big new car factory ifadəsinə fikir verin. Böyük bir yeni maşın zavodu, düzdürmü? Burada maşın sözü zavodun növünü bildirir. Yəni, zavod nə zavodudur? Kateqoriya olaraq. Təsnif edir, onu sinifləndirir. Maşın zavodudur. Yəni, traktor zavodu deyil, kombay zavodu deyil, tramvay zavodu deyil və s. Və ya iron gates, dəmir darvazalar. Nəhəng, qara, dəmir darvazalar ifadəsində iron normalda isimdir. Amma sifətləşib. Sifətləşən zaman material adjective kateqoriyasına aid olur. Yəni, material bildirən sifətə dönüşür. Və ya two excellent public tennis courts, iki möhtəşəm ictimai tenis kortu, meydançası. Baxın, tenis sözü meydançanın nəyini bildirir? Məqsədini bildirir. Yəni, meydança nə məqsədlidir? Tenis məqsədlidir. İndi buna növ kimi də yanaşa bilərsiniz əslində. Sonra, an old cardboard box nəyin bildirir? Baxın, bu yaşını bildirir. Box qutudur da, düzdürmü? Cardboard nəyin bildirir? Materialını bildirir. Düzdürmü, dəyərli müəllimlər? Bura qədər kiminsə çətinliyi varmı? Köhnə, karton, qutu. Çətinlik var. Baxın, karton material bildirir də. Daha sonra. Növbəti bir qayda istisna xarakteri daşıyan bir qaydadır. Belə bir qayda var ki, dəyərli müəllimlər, bizim bu bildiyimiz bütün bu qaydaların əksinə olaraq istisna xüsusiyyəti daşıyan bir qayda var ki, ingilis dilində. Eyni kateqoriyalı iki sifət bir arada olanda, eyni kateqoriyalı iki sifət. Baxın, kateqoriya olaraq ikisi də müsbət mənalı sifətdir. Baxın, a soft, comfortable chair keyfiyyət bildirən iki dənə sifətdir. Keyfiyyət bildirən iki sifətdir. Deyir ki, az hecalı olan sifət çox hecalının əvvəlində işlənir. Kateqoriya olaraq ikisi də eyni sinifə aiddir. Baxın, tall, handsome. Məsələn, normalda tall biraz nisbətən
fərqli fiziki xüsusiyyət bildirir. Handsome yaraşıqlı deməkdir, amma tall hündür deməkdir. Normalda kişi, qarşımda olan kişi mənə görə yaraşıqlıdırsa, bu mənim fikrimdir. Kiməsə görə çirkin ola bilər, ya da orta gözəllikli biri ola bilər, ya da nəsə. Yəni bu handsome normalda fikir bildirir də, mənim fikrimi bildirir. Normalda bunun əvvəlində işlənsə daha məntiqli idi. Amma belə bir qayda var ki, istisna xarakteri daşıyır. Həcmcə heca sayına görə kiçik olan sifət böyük olanın önündə işlənir. Yadda qaldı mı? Daha sonra dəyərləndirlər 8-ci qayda. Deyir ki, az öncə biz səhv eləmirəmsə 4-cü, 5-ci qaydada şəxsiyyət emosiya ilə bağlı şəxsiyyətimizi və emosiyamızı ifadə edən məsələn ambitious sözü ambisiyalı, məqsədli deməkdir də, ambisiyalı. Ambisiyasız bizim dildə var hətta. Baxın, şəxsiyyət emosiya ifadə edən sifətlər old, young kimi sifətlərin əvvəlinə də sonrasına da keçə bilər. Problem deyil. Söz sırası rahatdır. Bundan qalan qaydaları daha sürətli biz keçə bilərik. Miqdar və sıra sayları sifətlərin əvvəlində işlənir ki, bu bildiyiniz bir qaydadır deyə ümid edirəm. 6 large eggs, the second big shark və s. 10-cu qaydamız first, next, last kimi sıra ifadə edən bu sözlər miqdar bildirən sayların əvvəlində işlənir. Amma sıra dəyişə də bilər. Baxın, sıra sayı, the first, miqdarı sayı, isim. Bu sıra sayını dəyişmək olar mı? Bəli, dəyişmək olur. Dəyərləndirlər. Bu sıranı dəyişmək olur. Yəni bunu the three, first days şəklində yazmaq mümkündür. Amma çox az işlənən bir formadır. Yəni bu first, next, last sözləri bildik ki, harada işlənir? Miqdar saylarının əvvəlində. Cavit müəllim, Bəli. bir şey soruşa bilərəm. Buyurun. Burada the first 3 days, yəni bunların yeri dəyişəndə də tərcümə olduğu kimi qalır. Bəli. İlk 3 gün, bəli, eyni şeydir. Eyni şeydir. Çox sağ olun. Dəyərli müəllimlər, samın, eynin, neonun törəmələri var. Hansı ki, thing, body, one and where sözləri qəbul edirlər. Bilirsiniz ki, sifətlər bunlardan sonra gəlir. Yəni bir növ sifət bu sözlərə nisbətdə post-positive mövqeyi alır. Post-positive. Post-positive. Post-position. Üzr istəyirəm. Post-position. Yəni sifət normalda nə eləməlidir? Hər hansı bir ismin qarşısında durub onu təyin eləməlidir. Yəni isim normalda sifətin sonrasında gəlməlidir. Amma bu törəmələrə münasibətdə nə edir sifət? Postposition mövqeyi alır. Yəni aid olduğu, təyin elədiyi ifadənin sonrasına keçir. Qayda 12. Sifətlər ölçü vahidlərindən sonra işlənir. 2 metr hündürlük, 10 yaşında, nə bilim 2 mil uzunluğunda, 6 fit dərinliyində və s. Baxın, məsafə ölçü vahidləri, yaş ölçü vahidləri, çəki ölçü vahidləri. Ölçü vahidləri təkcə bir neçə kateqoriyadır. Onun məsafəsi var, çəkisi var, ölçüsü var və s. Bunlardan sonra işlənir sifətlər. Qayda 14. Təyin edicilər. Baxın, bayaq da dedim sizə. Təyin edicilər. Burada aiddir miqdar bildirən sözlər, artikellər, miqdar bildirən saylar, işarə əvəzlikləri hər zaman söz sırasında dəyərli müəllimlər birinci gəlir. Bunu yadda saxlayın. Yadda qaldı mı? Baxın, bu qeydi də bir müəllif yazmışdı. İngilis bir müəllif. Oradan yazmışam. Deyir, adətən isim qarşısında 3 və 4-dən çox sifətin işlənməsi geniş yayılmış dil hadisəsi deyildir. İngilis dilində ismin təyin edici sayı, yəni ismin qarşısında nə qədər sifətin işlənməsi məsələsi, həmin o sifətlərin sayı çox olduğu hallar daha çox təyin budaq cümləsinə bənzər strukturlarda olur. Məsələn, bu gördüyünüz bu aşağıda cümlələr var. Eleni has just bought a beautiful, well-preserved 18th century French stone farmhouse. Baxın, cümləyə fikir verin. Emily deyir, təzəcə, yenicə, indicə nə alıb? Gözəl bir, yaxşı qorunmuş 18-ci əsrə dair fransız daşından ferma evi alıb.
Görürsünüzmü cümləni? Yəni normalda bu cümlə görün nitqi nə qədər ağırlaşdırır. Siz elə bilirsiniz ki, məsələn hər hansı bir ingilisin gündəlik həyatında qurduğu bir cümlədir. Xeyr, bu cümlələr əksər hallarda hansısa ingilis yazarın kitabından, bədii bir əsərdən götürülmə cümlələrdir. Aydınmı? Və bu cür strukturlar dili ağırlaşdırdığı üçün bu cür strukturları daha sadə edib, eləcə də bütün informasiyanı həmin o ismin qarşısında verib onu təyin eləmək üçün, yəni məqsəd odur ki, bütün bu sifətlər həqiqətən də cümlə kontentində, cümlə tərkibində işlənsin, heç biri ixtisar edilməsin. Bu zaman biz cümlənin növünü dəyişməliyik. Məsələn, birinci cümlə sadə cümlədir. Amma biz sifətlərdən xilas olmamaq. Məsələn, baxın, təyin edici, fikir bildirən sifət, keyfiyyət bildirən sifət, yaş bildirən sifət, mənşə bildirən sifət, material bildirən sifət. Düzdürmü? Bütün bunları biz, yəni ferma evinə hamısını təyin kimi istifadə etmək istəyirik. Yəni elə bir cümlə quraq ki, ferma evi bu sifətlərin hamısı ilə, bu sifətlərin heç birisi ixtisar olunmadan təyin edilə bilsin. Cümləni dəyişdiyi oldu cümlə təyin budaq cümləsi. Baxın, təyin budağa baxın. Which is well preserved. Baxın, Eleni has just bought a beautiful friendstone. Baxın, bir hissəsini verdik baş cümlənin tərkibində farmhouse-un təyini kimi. Daha sonra ferma evin, yəni bu ferma evi pre-modifier kimi bunları bura aldı, post-modifier kimi bunları bunlara aldı. Başa düşdünüzmü? Yəni bu hissədə yenə ferma evini təyin eləyir. Sadəcə cümlənin artıq strukturu dəyişdi. Oldu təyin budaq cümləsi, tabeli mürəkkəb cümlə. Bu da belə bir şey diqqətinizdə qalsın, dəyərli müəllimlər.